Hər kəsə salam, ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən Gülər Şah Məmmədova. Kanalımda sizin üçün faydalı olduğunu düşündüyüm bəzi videolar paylaşacağım və ümid edirəm ki, həqiqətən də sizin üçün faydalı olar. Bu günün mövzusu sizin üçün çox maraqlı bir mövzu hazırlamışam. Hədəflərini yaz və vizuallaşdır. Burada mənim qeyd dəftərim var. Bura bəzi qeydlər yazmışam və bu günün mövzusunu bir neçə başlığa bölmüşəm ki, sizinlə hər şeyi paylaşa bilim, hər şeyi bölüşə bilim, unutmayım heç nəyi. İlk öncə hədəf mövzusundan başlamaq istəyirəm. Düşünürəm ki, nəinki abituriyent, hətta yəni hər bir kəsin, hər bir vətəndaşın özünün hədəfi olmalıdır bu həyatda və sadəcə olmaqla yanaşı qalmayıb, o hədəfləri də reallaşdırmalıdır. Ən azından reallaşdırmaq üçün nəsə etməlidir. Və düşünürəm ki, hədəfləri yazmaq üsulu, ümumiyyətcə harasa qeyd etmək, onu özəlliklə də göz önündə saxlamaq, bu hədəfləri reallaşdırmağa başlamağın ilk addımıdır və ən önəmli addımıdır mənə görə. Və onları yazmaq və vizuallaşdırmaq. Bugünkü mövzumuz elə məhz bu haqda olacaq. İlk başlığımız bizim hədəflərimiz, hədəf qoymaq, ümumiyyətcə niyə görə vacibdir hədəf? Mən düşünürəm ki, hədəfi olmayan hər bir insan istiqaməti olmadan hərəkət edən bir gəmiyə bənzəyir. Yəni, necə ki, istiqaməti olmadan hərəkət edən bir gəmi gedəcəyi bir nöqtəyə çata bilməyəcək. Çünki əgər bir gəmi müəyyən bir istiqamətdə irəliləmək istəyirsə, harasa getmək istəyirsə, çatmaq istəyirsə, onun bir istiqaməti olmalıdır. Təbii ki, gəminin istiqaməti olmazsa da o çatması lazım gələn yerə çata bilməyəcək. Eynilə də hədəflər də bizim üçün o rolu oynayır. Yəni bizim hədəflərimiz bizi məqsədimizə çatmaq üçün istiqamətləndirir. Yəni demək istəyirəm ki, əgər məqsədinizə çatmaq istəyirsinizsə, özünüzə kiçik, böyük, fərqi yoxdur, hədəflər qoyun və bu hədəfləri vizuallaşdırın. Bunu necə eləmək lazımdır? İlk öncə hədəfləri vizuallaşdırmaq üçün onu yazmaq lazımdır. Hədəfləri necə yazmaq lazımdır? Bunun üçün sizə bir metoddan bəhs edəcəm. Hədəfləri necə yazmalı deyə. Bu metodumuzun adı SMART metodudur. SMART metodunda nədən bəhs edir bizə? Yəni bu metodla biz hədəflərimizi necə yaza bilərik? İlk öncə spesifik olmalıdır. Hədəfləriniz spesifik, yəni konkret olmalıdır. Misal üçün, qarşınıza bir hədəf qoyursunuz və deyirsiniz ki, mən qəbul imtahanında 600 bal yığacam və yaxud da qəbul imtahanında 650 bal yığacam. Təbii ki, özünüzə görə bir spesifik hədəf qoyursunuz. İkinci, measurable olmalıdır, yəni ölçülə bilən olmalıdır və ölçülə bilən nə deməkdir? Bunun mənası, misal üçün, qarşıma bir hədəf qoyuram ki, bugün gün ərzində mən 100 test işləyəcəm. Misal üçün, bugün riyaziyyat fənnindən 150 test işləyəcəm və s. Yəni, bu şəkildə ölçülə bilən hədəflər qoyursunuz önünüzə və təbii ki, bu hədəfləri də reallaşdırmaq lazımdır. Sonra, achievable, yəni biraz daha realist hədəflər qoymalısınız. Misal üçün, əgər siz desəniz ki, mən bugün gün ərzində 2000 test işləyəcəm, təbii ki, 2000 test işləyə bilərsinizsə nə gözəl. Amma yox, bu sizin üçün uyğun bir hədəf deyilsə, yəni siz o 2000 testi gün ərzində yerinə yetirə bilməyəcəksinizsə, onu özünüzə hədəf olaraq qoymayın. Çünki əgər 2000 test yazsanız və o testi həll edə bilmədikdən sonra siz artıq hədəfinizə çatmış olmamış sayılırsınız, yəni çatmamış sayılırsınız başqa sözlə desək. Və bu sizdə təbii ki, ruh düşkünlüyü yaradacaq, motivasiya əskiliyi yaradacaq. Ona görə də hədəflərinizi qoyarkən biraz daha realist olmağa çalışın. O hədəfləri əgər yerinə yetirə biləcəksinizsə, yəni biləcəyiniz səviyyədə qoyun hədəfləri özünüzə. Daha sonra relevant, yəni əsasən məqsədinizə uyğun. Məqsədiniz nədirsə, misal üçün düşünürəm ki, bir çox abituriyentin, hətta demək olar ki, abituriyentlərin 99%-nin məqsədi universitetə qəbul olmalıdır. Və hədəflərinizi də o məqsədə uyğun qoyun. Misal üçün, universitetə qəbul olmaq sizin məqsədinizdirsə, siz hədəflərinizi misal üçün belə qoya bilərsiniz ki, bu həftə ərzində mən trigonometriya mövzusunu təkrarlayacağam və yaxud tamamilə bütün qaydaları oxuyacağam, testlərini bitirəcəm və s. və yaxın. Bu şəkildə özünüzə indi siz özünüzə uyğun hədəflər qoya bilərsiniz. Təbii ki, məqsədinizə uyğun olaraq. Və
Əgər siz hədəflərinizi məqsədinizə uyğun seçməzsinizsə, misal üçün hədəfiniz universitetə qəbul olmalısa, məqsədiniz daha doğrusu universitetə qəbul olmalısa və siz hədəfi misal üçün atıram ki, yarım qaldığım filmi bitirmək olsa və yaxud da yeni çıxmış bir filmə baxmaq olsa, atıram ki, çox marağında olduğunuz hər hansı bir bədii kitabı bitirmək olarsa, bu təbii ki, sizin məqsədinizə uyğun bir hədəf olmayacaq. Bu məqsədinizə uyğun hədəf olmadığı müddətdə də siz məqsədinizə çatmaqda biraz ləngiyə bilərsiniz və yaxud da çatmaya bilərsiniz. Daha sonra 5-ci time board, yəni vaxtla bağlı hədəflər qoyun özünüzə. Əgər bu sizə nəyə kömək olacaq? Ümumiyyətlə vaxtla işləmək önəmli məsələdir. Özəlliklə də imtahanlarla əlaqəli və s. Onu başqa videoda daha geniş, ətraflı məlumat verəcəm. İmtahanda vaxtı çatmayan bəzi şagirdlər olur, vaxt çatdıra bilməmək, vaxt problemi yaşamaq. Bu ayrı məsələ, amma hədəflərinizi vaxtla qoyarsanızsa, bu sizin üçün daha məqsəd uyğundur. Misal üçün, hədəf qoyursunuz ki, mən 3 gün ərzində və yaxud da 3 ay ərzində bütün blok fənlərimi təkrarlayıb bitirəcəm. Və siz 3 ay sonra blok imtahanına girəcəksiniz, blok imtahan verəcəksiniz və 3 ay ərzində hədəfinizi yerinə yetirərsiniz. Siz artıq imtahana tamamilə hazır vəziyyətində gedəcəksiniz. Və ona görə də misal üçün vaxt qoyursunuz, bu bir gün vaxtınız var, sabah artıq müəllimlər sizdən ev tapşırığını təhvil alacaq. Siz o zaman qarşınıza hədəf qoyursunuz ki, bu gün mən 2 saat ərzində bu fənnin bu tapşırıqlarını yerinə yetirməliyəm, sonra növbəti 2 saat ərzində bu tapşırıqları, yəni bu şəkildə özünüzə vaxtla ölçülə bilən hədəflər qoyarsınızsa, bu sizin üçün daha faydalı olar. Yəni bu metoddan istifadə edərək siz hədəflərinizi yazsanız, bu daha sizin üçün faydalı olacaq deyə düşünürəm. Növbəti başlığımız isə vision boarddur, yəni hədəf lövhəsi. Nədir hədəf lövhəsi? Bura bir neçə hədəf lövhəsinin şəklini qoyacağam və hədəf lövhəsi sizin hədəflərinizin şəkillərindən ibarət olan bir lövhədir, bir kolajdır. Və siz bu kolajı, bu lövhəni dəftərdə, vərəqdə, hər hansı bir jurnalda, plakatda və yaxud da aktual olaraq hər kəsin istifadə etdiyi telefonda, yəni aktual işlətdiyimiz cihaz telefondur. Telefonlarınızda da bu lövhəni yarada bilərsiniz. Misal üçün, mən özüm də bu lövhəni yaratmışam. Orada qarşıma qoyduğum 2025 il ərzində özümə hədəflər qoymuşam və bu hədəflərdən ibarət şəkilləri yığmışam və belə bir kolaj hazırlamışam. Bunun üçün də bir neçə proqramlar var, tətbiqlər var ki, misal üçün Pinterest və s. kimi tətbiqlər istifadə edə bilərsiniz. Orada da öz hədəf lövhənizi yarada bilərsiniz. Hədəf lövhənizə hədəflədiyiniz şeylərin şəkilləri deyəndə nə nəzərdə tuturam? Misal üçün, bir universitet istəyirsiniz, sizin arzunuzda olan universitet odur. O universitetin şəklini qoya bilərsiniz və yaxud da özünüzə hədəf olaraq bir bal qoymuşsunuz. Misal üçün 600, 650 və s. O balların şəklini qoya bilərsiniz. Tələbəsinizsə semestr imtahanında yüksək nəticələrin şəklini qoya bilərsiniz və yaxud da idmanla məşğul olmaq istəyirsiniz, qarşınıza hədəf qoymuşsunuz ki, hər gün öz sağlığıma yaxşı təsir etsin deyə mən idmanla məşğul olacağam. Onun misal üçün şəklini qoya bilərsiniz və s. və ilə axır. Yəni bu çox misallar çəkmək olar bu mövzuya aid. Yəni siz özünüzə aid qarşınıza qoyduğunuz hədəfləri burada birləşdirirsiniz. Və bir də tövsiyə edərdim ki, siz hədəf lövhələrinizi gözünüzün önündə saxlayasınız. Misal üçün, hər hansı bir dəftərdə, jurnalda hazırlamısınızsa, tövsiyə edərdim ki, çalışma masanızın üzərində saxlayasınız və yaxud da mənim kimi əgər telefonunuzda hazırlamısınızsa, məsəl üçün, mən kilit ekranıma qoymuşam. Hər dəfə telefonumu açdığım zaman qarşıma ilk mənim hədəf lövhəm çıxır. Hətta 2025 ili başlayandan bəri mən o hədəf lövhəmdə olan bir neçə hədəfimi də yerinə yetirmişəm və bu mənə ayrı bir motivasiya verir təbii ki. Düşünürəm ki, bu sizin üçün də eyni olacaq. Hədəf lövhənizdəki hədəfləri yerinə yetirdiyiniz zaman digərlərini də eyni şəkildə yerinə yetirmək istəyəcəksiniz. Əgər də hədəf lövhənizi göz önünüzdə saxlayarsınızsa, hər dəfə beyninizə siqnal gedəcək o lövhədəki şəkilləri gördüyünüz zaman. Təbii ki, bu da hədəflərinizə nail olmağı biraz daha tezləşdirir. Daha sonra digər başlığımız, hədəflərlə bağlı digər başlığımız mental vizuallaşdırmadır. Buna imaginasiya texnikası da deyilir. Nədir mental vizuallaşma?
vizuallaşdırma daha doğrusu. Misal üçün siz artıq yorulmusunuz və artıq test işləmək istəmirsiniz və yaxud da heç motivasiyanız yoxdur, nəsə etmək istəmirsiniz və yaxud da önünüzdə bir iş var, onu yerinə yetirməlisiniz və bunu etmək istəmirsiniz. Bu zaman nə edə bilərsiniz? Əsasən bu misalı abituriyentlər üçün çəkəcəm. Gözlərinizi bir neçə dəqiqəlik, misal üçün 5-10 dəqiqəlik qapatırsınız və özünüzü sanki universitetə qəbul olmusunuz kimi düşünürsünüz. Sanki xəyal edin ki, siz artıq universitetə qəbul olmusunuz, əlinizdə telefonda filan nömrəli ixtisasa qəbul olduğunuz mesajı almışsınız. Xəyal edin ki, siz bu sevincli şad xəbəri sevdiklərinizlə, ailənizlə bölüşürsünüz. Fərz edin ki, siz artıq universitetdə tələbəsiniz və universitetə hazırlaşırsınız və s. Sizi xoşbəxt edən, sizi motivasiya edən şeylər düşünün. Yəni buna biz mental vizuallaşdırma deyirik. Və sonuncu sizə verə biləcəyim tövsiyəm isə odur ki, mütləq dəftəriniz olsun. Dəftər tutun, hər hansı bir jurnal tutun. Bu sizin plan dəftərinizdə ola bilər. Düzdür, planlama ilə bağlı, plan dəftəri tutmaqla, ümumiyyətcə planla dərs oxumaq haqqında ayrı bir videoda daha geniş danışacağam. Amma bu videoda plan deyil əsas mövzu, toxunmaq istədiyim mövzu budur ki, siz o dəftərə gündəlik əldə etdiyiniz kiçik uğurları, kiçik hədəflərinizi yaza bilərsiniz və bu sizə necə kömək olacaq? Misal üçün, dünən yazmışsınız ki, qarşınıza bir hədəf qoymuşsunuz ki, bugün mən bu mövzuları bitirəcəm, bu testləri işləyəcəm. Bu sizin kiçik hədəflərinizdir o gün üçün. O günə uyğun olan bir hədəfdir və siz artıq bu hədəfləri yerinə yetirmişsiniz. Bu gün misal üçün yazırsınız ki, atıram ki, yenə eyni qaydada bir hədəf qoyursunuz, sınav imtahanından bu qədər nəticə, bunları yazırsınız və o kiçik hədəflərinizi yerinə yetirirsiniz. Artıq siz sabah hədəf dəftərinizə baxdığınız zaman, orada öz hədəflərinizi gördüyünüz zaman, yerinə yetirdiyiniz o kiçik hədəfləri gördüyünüz zaman motivasiya olacaqsınız və istəyəcəksiniz ki, o gün içində bir hədəf qoyasınız, onu da yerinə yetirəsiniz, sonraki gün içində bir hədəfiniz olsun, onu da yerinə yetirəsiniz və bu şəkildə siz məqsədinizə çatmağa daha çox yaxınlaşacaqsınız. Videom bu qədər idi. Ümid edirəm ki, hər biriniz üçün faydalı olmuşdur. Əsasən kanalımda eyni bu tipdə videolar çəkəcəm. Misal üçün sizə motivasiya videoları, bir neçə məsləhət videoları, hansı ki imtahanla bağlı, yuxu rejimi ilə bağlı videolar, plan qurmaqla bağlı videolar, necə verimli dərs oxuya bilərik, o haqqda videolar və s. və ilə axır. Əsasən abituriyentlər üçün həm maraqlı, həm də faydalı olduğunu düşünəcəyim videolar çəkəcəm və əgər bu videoları görmək istəyirsinizsə kanalımda takibdə qalın. Sağ olun, salamat qalın.